Sumqayıt şəhər Şəhidlər Xiyabanında 1-ci Qarabağ müharibəsi zamanı 16 fevral 1994-cü il tarixində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Murov dağ yüksəkliyində itkin düşmüş, hazırda nəşi tapılan Qubadlı rayon Novlu kənd sakini şəhid Ələkbərov Cavid Faziloğlu'nun 50 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd etdi ki, 1-ci Qarabağ müharibəsi zamanı Qubadlı rayonundan 238 nəfər şəhid, 274 nəfər əlil olmuşdur. 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür. Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks hücuma keçən Azərbaycan ordusu 1990-cı ilin əvvəlində baş vermiş 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Vətən müharibəsi nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhid ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. Sonda şəhidin qardaşı oğlu Turqud Ələkbərov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Bildirək ki, Ələkbərov Cavid Faziloğlu 1975-ci il aprelin 25-də Zəngəzur mahallı Qubadlı rayonunun Novlu kəndində anadan olmuşdur. Son döyüşü 1994-cü il fevralın 16-sında Murov dağ yüksəkliyində olub. Xalqımızın igid oğlu Cavid Ələkbərov da həmin döyüşdə itkin düşmüşdür. Subay idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.